Çox təəssüf olsun ki, belə bir video çəkirəm və bunu məcburiyyətdən edirəm. Bir neçə gün öncə 9-cu mikrorayon ərazisində Üzeyir Şadlıq Sarayının yanında dəhşətli və insanlıq adına sığmayacaq bir hadisə baş verdi. Həmin qeyd etdiyim ərazidə yenicə balaları olmuş çöl pişiyini bir manyak qatil vəhşicəsinə öldürdü. Ümumiyyətlə bu ərazidə çöl pişikləri çoxdur. Həmin o pişiklərə ərazidə yaşayan məhəllə sakinləri öz hesablarına baxıb, yezdirib-içizdirib qayğı göstərirlər. Bu şərəfsiz manyak qatil insanların pişiklərə göstərdiyi qayğıdan narazılığını dəfələrcə etik olmayan qaydada həmin o heyvansevərlərə bildirmişdi və pişikləri öldürəcəyi ilə hədələmişdi. Hətta inandığı tanrısına görə öz ana və bacısını gözünü qırpmadan qurban verəcəyini vurğulayıb. Gördüyünüz kimi bu dilsiz və günahsız canlı öz balaları ilə zaten yaşamaq mübarizəsi verir. İndi isə sizə öldürülmüş ana pişiyin görüntüsünü göstərəcəm. Qeyd edim ki, ürəyi zəif olan insanlar bu görüntülərə baxmasın və görüntüyə görə sizdən çox üzr istəyirəm. Məsələnin nə qədər ciddi olduğunu bildirmək üçün bunu sizə göstərməliyəm. Demək pişiyin dərisini soyub, sonra dəsmalla qan eləyib, aparıb o birisi Zeytunlu bağındakı 20-22 pişiyin içinə atıbdı. İşarə kimi, yəni bu gecə bunu öldürmüşəm, sabah onları öldürəcəm. Karabqanın içinə barmağı ilə işarə. Bu üçüncü işarəni karabqanın içinə də qoyub, dəsmala da qoyub, pişiyin ortasına qoyub, qan ləkələrinə baxın. Qan ləkələrinə baxın. Baxın qan ləkələrinə. Baxın. Yəni burada üzü pilləkəndə, yuxarıda pilləkənlərdə də bu qan izləri var. Bura hamısı qan izdir. Burada bilirsiniz Üzeyir Şadlıq evi tam storun arasındakı pilləkən, məhliyə düşən pilləkən. Gəl göstər o deşiğini də bir də çəkək də. Baxın. İki tərəfdən bir buradan iki tərəfdən deşik açıb. Dərin deşik açıb. Videoda xanımın qeyd etdiyi kimi bu manyak qatilin öz inancları var və bunu başlanğıc olaraq günahsız çöl heyvanlar üzərində edir. Görün bu şərəfsiz necə xəstə manyakdır ki, qanlı əskini mesaj vermək üçün gedib digər pişiklərin yuvasına qoyur. Yəni burada o bildirmək istəyir ki, növbəti hədəf, növbəti qurbanlar həmin o pişiklər olacaq. Hadisənin sabahsı günü digər pişikləri də öldürmək üçün həmin əraziyə gələndə, yaxşı ki, həmin ərazidə məhəllə sakinləri olub və məhəllə sakinləri bunun qarşısını alıblar. Həmin bu şərəfsiz hadisə yerindən qaçarkən video görüntü üzü düşməsə də, arxadan da olsa bu şərəfsiz video görüntüyü ala biliblər. Hara kimi qaçasan, Hara kimi qaçasan? Hara kimi qaçasan? Hadisə ilə bağlı dərhal ərazi polisinə məlumat verilib və gecə bu manyakı tutub bölməyə aparıblar. Amma 6 saat sonra dəlil yetərsizliyindən və törətdiyi əməldən boyun qaçırdığına görə onu sərbəst buraxıblar. Mən Azərbaycan polisinə və bizim dövlətimizə müraciət edirəm. Sizdən çox xahiş edirəm, ölkəmizin parlaq gələcəyi üçün bunun kimi manyak qatillər yaxalanıb lazımi cəzasını alsınlar. Və qeyd edim ki, yetəri qədər hadisə şahidi var və onların hamısı bir nəfər kimi şahidlik etməyə hazırdır. Bu qatil manyakı tutmaq üçün, cəza vermək üçün bəli, bunu mən etmişəm deməsinə ehtiyac yoxdur. Və yenə qeyd edirəm, yetəri qədər şahidi var. Bu lazımi tədbirlər bugün mütləq görülməlidir, yoxsa sabah gec ola bilər. Bugün günahsız bir canlını vəhşicəsinə öldürən, sabah da bir uşağı zorlayıb, onu öldürüb, öz beynindəki tanrısına qurban verə bilər. Belə manyak qatillər və ruhi xəstələr dərhal cəmiyyətimizdən təcrid olunmalıdır və lazımi cəzalarını almalıdır. Bunun üçün bir çox xəbər saytlarına məlumat verdim və təəssüf olsun ki, bir neçəsindən başqa heç biri maraq göstərmədi. Təbii ki, anlayıram, onlara vaxtında problemin önünə keçmək yox, problemin böyüyüb faciə ilə bitməsi daha maraqlıdır. Xahiş edirəm, xalq olaraq susmayaq, vicdanımız üçün susmayaq, insanlığımız üçün susmayaq, övladlarımızın sabahı üçün və gözəl gələcəkləri üçün susmayaq.